vardır. Не знаю, такое смятение, такое ощущение, как будто я в финал вышел. Обычно у меня так бывает перед какими-то важными действиями. Deyim, məndə elə bir həyəcan var ki, sanki bir çempionatın finalına gəlib çatmışam və belə gərginəm. Не могу определить, это хорошее волнение или Bilməm bu сложное. nə qənaət, yəni bu yaxşı həyəcandır yoxsa pis həyəcandır? Или это внутренний фактор, или это внешний фактор. Bu xarici faktorlar yoxsa daxili faktorlar? Поэтому пусть в моей слабости Господь говорит. Qoy mənim zəifliyimdə Rəbb danışsın. Пусть Господь благословит Саида, перевод, и то там переводит. Qoy Rəbb tərcüməçilərə, video çəkənlərə, gələnlərə hamımıza xeyir dua etsin. Помните, как на прошлой неделе мы читали Слово Божие? Если Господь не охраняет город, то напрасно бодрствует сторожа, или как воины, да. Yazıca gəlsə biz keçən həftə dedik ki, əgər Rəbb şəhəri qorunmazsa, keşikçi nahaq yeri orada gözləyir. И если Господь сегодня будет говорить через наши слабости, напрасно мы здесь сегодня собрались. Əgər Rəbb bu günlər bizim dilimizlə danışmırsa, deməli biz nahaq burada yığışıb vəz edirik. И на самом деле этот стих, он тоже является ключевой точкой, когда мы говорим о жизни Якова. Hə. Və bu ayə əslində Yaqubun həyatından danışanda çox bir açar ayədir. Yəni çox qapıdır bu məsələ üçün. Потому что мы сейчас говорим, у нас серия проповедей об Якове. Çünki bizdə Yaqub haqqında seriya vəzlər davam edir. Я вижу много новых лиц, но я не знаю, наверное, все знают, мы не будем слишком давно обратно смотреть. Bu gün aramızda yeni üzvlər də var, amma biz buna görə lap köhnə vəzlərə qayıtmırıq. Ну, немножко. Bəzi biraz xatırlatmalar. Мы знаем, что Яков сделал несколько нехороших дел и ушел к дяде. Bizim yadımızdadır ki, Yaqub bir nəsə yaxşı iş görmədi və dayısının yanına qaçdı. И там он был с дядей звали Лаван, и 20 лет он работал на него. Və 20 il ərzində bu dayısı üçün işləyirdi. У него уже появились жены. Onun artıq həyat yoldaşları var idi. И вот, но было сложное отношение с дядей. Amma onun Rəbblə çətin münasibətləri var idi. То есть 2 раза его дядя обманывал. Artıq onu 2 dəfə dayısı aldatmışdı. И Лаван все никак не мог покинуть его, уйти, чтобы начать что-то свое, что-то новое. Yaqub heç cürə çıxıb gedib öz işini, öz peşəsini başlaya bilmirdi. И было несколько кризисов, которые происходили в жизни Якова. Və bir neçə krizislər var idi ki, hansı ki Yaqubun həyatında baş verirdi. Первое это отношение с Лаваном. Birincisi o Lavanla münasibəti idi. Потом мы знаем, что жены между собой. İkincisi onun həyat yoldaşları ilə olan münasibətində Не problem var. только его, жены между собой. Qadınların həyat yoldaşlarının bir-birindən öz yola getməməzliyi var. Как муж, конечно, он тоже волнуется. Он не так, что это в стороне его обходит. Конечно, это тоже кризис был для него. Evlənməzdi o dəfə. Да, ну это другое. Arvadlar yola getmirdilər, bu da kişi kimi narahat olur. Mən deyirəm ki, evlənməyəydi o qədər. Düzdürmü nə? Ну также к нему были претензии. Və həmçə ona qarşı iradları var idi Yaqubun özünə. И в конце мы видим, что все, что касается стада, его также Лаван обвиняет, все это тоже был кризисом. Və onun başqa bir krizisi ondan ibarət ki, Lavan öz dayısı onu var-dövlətlə, o qoyun keçi o vaxtı var-dövlət sayılırdı, onunla aldadırdı onu. И что делает Яков? Он принимает Və решение, Yaqub qərar verir. Nə? пора уходить. Vaxtdır, çıxıb getmək vaxtıdır. И пока Лаван, а у них было большое стадо. Və onun da əməlli başlı sürüsü var idi. 2-3 dənə qoyun keçi yox, əməlli başlı sürüsü var idi. Ага. И пока, вы знаете, раз в году, если я не ошибаюсь, я не пастух, но что я слышу, то и говорю, да. Раз в году бывает стрижка общая, да, так говорят, генеральная стрижка. Deyirəm, mən fiziki və ruhani çobanam, amma bilirəm ki, ildə bir dəfə qoyunları qırxmaq lazımdır. И пока Лаван ушел этим заниматься, Яков собирает все свое стадо, всю свою семью и выдвигается в путь. Və Yaqub bu vəziyyətdə götürür bütün mal-qarasını, arvad-uşağını qaçır o ikidən orada. Ага. Лаван узнает об этом, если кто не знает, в течение 7 дней Лаван его нагнал. Yadımızda qalıbsa, keçən dəfə qeyd etmişdim, qeyd etməmişdik. Qeyd etməmişdik. 7 gün ərzində Lavan Yaqubu təqib edir. 7 gün onun arxasıca düşür. То есть вы понимаете, да, что чувствовал Лаван? Təsəvvür edin ki, Lavan necə qəzəbli idi, necə istəyir. Понимаете его мотивы? Təsəvvür edin, 7 gün əgər bir adamı təqib edirsənsə, deməli onun niyyətini o qədər Уверен, он его не хотел так, значит, забыл попрощаться, еще увлался. Yəqin ki, 7 gün onun ardıcan düşəndə onun üçün gəlməmiş ki, gəl sağollaşmayıb getmirsən. У нас, да, тоже так, да, прям idут до конца, брат, ты не попрощался, да? Bizdə belə deməsin. Sağollaşmadan getmək olmaz, gəl sağollaşaq. Нет, у Лавана другие были мотивы. Amma Lavanın başqa niyyətləri var idi. Но Господь Amma Rəbb
снова защищает Иакова. Rəbb yenə də Lavanı müdafiə edir. И мы знаем, что во сне он ему явился и сказал, в его сторону ни капельки. Yadımızdadsa biz qeyd etmişdik. Rəbb Lavana deyir ki, bir kəlmə belə, nə yaxşı, nə də pis, Yaquba demə. И они заключили примирие. Və onlar sülh sazişi bağladılar. И мы помним, что когда что-то такое с ним происходило, они создавали мемориал или памятник, который как назвали? Və belənçinə hadisələr olan saziş bağlanan, onlar daş qalağı yığırdılar, belə hündür. И назвали это место Və bu yerin adını Манахаим. yox, Нет, не другой. Yegar Sahaduta, Да, вот по-другому назвали. Да? şəhadət qalağı. Qalet. İkinci adı И qalet. сегодняшняя наша тема называется, она должна была быть названа по-другому, но я назвал «Новая жизнь, новое имя». Və bu vəziyyətən biz təzə, onun həyatında təzə bir səhifəni görürük və yeni ad, yeni həyat. Давайте зачитаем 32 главу. Gəlin 32-ci fəsli oxuyaq. Сунет. Hamısını yox. Я буду говорить. И Иаков пошел путем своим, и встретил его ангел Божий. И Иаков, увидев, сказал, это ополчение Божие. И нарек имя место тому Манахаим. Yaqub Yaqub yoluna davam etdi. Allah mələkləri ona rast gəldi. Yaqub onları görəndə dedi, bu Allahın ordugahıdır. O yerin adını Maxanayim qoydu. Yaqub özündən qabaq Edom çölünə seyir torpağı. Два стиха. Tretiyim. Что увидел? На прошлой неделе мы говорили об этом, что он увидел Божий стан. Стан, вы знаете, да, что значит? Biz keçən dəfə yadınıza gəlsə danışırdıq ki, o Allahın ordugahını gördü. Но он naзвал Манахаим, это говорит два стана. Və orada o Maxanayim sözünün mənası o demək iki düşər, iki То есть ordugah. он видел свой стан, O görürdü öz ordugahını, öz и он видел ангельский стан. və o görürdü ki, Allahın ordugahı var. И мы знаем, что мы на прошлой неделе говорили о том, что когда кто-то видел такое, это значит, что Господь говорит, я тебя защищаю. Və biz keçən dəfə yadınıza gəlib danışdıq ki, əgər sən Allahın ordugahını görürsənsə, bu o demək ki, Allah sənə deyir, mən səni qoruyuram. Если бы мы увидели это, да, и если бы мы в этот момент увидели, что Господь нас защищает, какие бы чувства нас охватывали? Əgər biz görsək ki, Rəbb bizi qoruyur, onun Yaqubun gördüyü kimi, bizi hansı hisslər bürüyərdi? Восторг. Правильно? Крылья. Heyrət, belə yaxşı bir mənada. Fəxr hissi. За себя или за него? За всех. Хороший поинт, да? И, конечно, я не знаю вот это, да, что я не один, Və biz hiss edərik ki, mən tək что deyiləm, я под защитой. mən qoruma altındayam. Но классно, что эти люди, они были такие, как мы. Amma nə yaxşı ki, o insanlar bizim kimi insanlar idi. Но все не так просто. Hər şey göründüyü kimi Над sadə Иаковом deyil. надвисала туча. Yaqubun başının üstündə buludlar var idi, qara buludlar. А знаете почему? Niyə sizcə? Потому что он шел обратно. Çünki o geri qayıdırdı. Если кто не помнит, он обманул своего брата, Əgər ki, yadınızdadırsa, o qardaşını aldatmışdı, обманул своего отца öz atasını aldatmışdı и bежал. və qaçırdı. А его брат поклялся, что если он его найдет, он его убьет. Və onun qardaşı söz vermiş ki, əgər onu tapsa, onu öldürəcək, qardaşı Yaqubu öldürəcək. И Яков uходил один. Və Yaqub gedəni tək getmişdi. А сейчас у него целое стадо. Və indi isə qaydanda У него onda дети. onun qoyun keçi sürüsü, onun həyat yoldaşları, onun uşaqları, onun qulları И он возвращается обратно. və o geriyə И qayıdır. он видит Божий стан. Və orada Allahın ordugahını görür И что он чувствует? Давайте və nə посмотрим. hiss edir? Наверное, он окрыленный. Yəqin ki, orada emosiyalarını 3-5. 3-5. И послал Яков пред собой вестников брату своему Исаву в землю Сиир в область Идом. И приказал им, сказав, так скажите господину моему Исаву. Вот что говорит раб твой, Иаков. Я жил у Лавана и прожил до ныне. И есть у меня валы, и ослы, и мелкий скот, и рабы, и рабыни. И я послал известить о себе господина моего, дабы приобрести благоволение перед очами твоими. И возвратились вестники к Иакову и сказали, мы ходили к брату твоему Исаву, он идет навстречу тебе. И с ним 400 человек.
Иаков очень испугался и смутился, и разделил людей, бывших с ним, и скот мелкий и крупный верблюдов на 2 стана, и сказал: если Исав нападет на один стан и побьет его, то остальной стан может спастись. Oxudunuz yoxsa oxuyaq? Исаак сажать для меня. Я могу сказать. Hə, скажи. Kısaca Azərbaycanca, bugün mən çıxar. Kısaca Azərbaycanca deyirəm də. Gedir öz qardaşının yanına, amma mən dediyim kimi böyük bir ailəsi var, hər şey var, qulları var da. Amma öncədən düşünür. Hələ qorxur. Deyir ki, göndərim qabaqcadan qulluqçulara getsinlər, ona hədiyyələr versin, bəlkə ürəyi yumuşalar. Və gedir, qayıdır, qullar deyirlər ki, biz gedib vermişə hədiyyələri. Amma o 400 nəfərlə gəlir. Və yazılır ki, Yaqub dəhşət qorxdu. Və baş böldü iki tərəfə, dedi ki, bunları göndərəcəm birinci, bunları öldürsə, bunlar heç olmasa xilas oluna bilərlər. Ты готов? Ага. Все. Обратите внимание, да, он видел Божий стан, он видел, как Господь его благословляет, что не Иаков это заслужил, а Господь его избрал, Господь его вел, потому что он является наследником этого завета, Господь его благословил. Baxmayaq ki, o gördü Allahın ordusunu, amma yenə də unudurdu ki, Allah onu çağırıb, Allah onu seçib və Allah ona xeyir dua verir. Bütün bu şeyləri Allah verir buna bugünə. И сейчас он столкнулся с самым большим кризисом в своей жизни. İndi isə o həyatın ən böyük krizisinə rastlaşıb. Он может потерять все. O hər qazandığı hər şeyi itirə bilər. И что делает, к чему прибегает Исав? Və Yaqub hansı yola əl atır? Он уже перспективу Божию оставил, он видит перспективу того, что его ждет. O Allahın perspektivasını, Allahın nəzəriyyəsini unudub, indi isə onun qarşısına nə çıxıb onunla bax, ona baxır. Он, как мы, прибегает к дипломатии. Və o bizim kimi diplomatiyaya yol verir. Пошлю-ка я ему подарки, может быть, его сердце смило сказать, ну ладно, принимаю, ладно. Və o fikirləşir ki, mən hədiyyələr göndərəcəm qardaşıma və qardaşım da baxacaq hədiyyələr. Hə, yaxşı, mən qəbul edirəm. Gəl barışaq düzəlsin. А рабы приходят и говорят, слышь, там 400 человек. Və qullar gəlir ona deyir ki, xəbərim var Yaqub, 400 nəfər ordu ilə gəlirsən üstüvə. Ладно, если бы брат хотел бы встретить брата или простил бы его, скорее всего, ну взял бы 100 человек, разбойники по дороге, вы знаете, как раньше было, да? Но 400 человек. Əgər qardaşı onu bağışlamağa gəlirdisə, gələr maksimum 50-100 nəfər patolkada götürək. Amma bu 400 nəfərlə gəlir üstünə. И он очень, в новом переводе сказано, что он просто испугался. Yəni, kəlam deyir ki, o sadəcə qorxudan dəhşətə gəldi. И это кризис охватил его, и какова его реакция? Və onu bu krizə düşdü, bu hansı reaksiya idi onda? Продолжает думать, да, ага, следующая стратегия. Давай-ка я разделю стан, если на одного пошлю, расстояние возьму, его уничтожить, значит, хотя бы этот спасется. Və ona görə o iki yerə bölür ki, onları qırsa, heç olmasa bunlarla götürüm qaçsam ki, bunları heç olmasa saxlaya bilir. Друзья, вы сталкивались в своей жизни с кризисами? Dostlar, siz həyatınızda krizislərlə üzləşmişsiniz. Уверен, сталкивались. Əminəm ki, rastlaşırsınız. Я уверен, что иногда Господь нам тоже посылает кризисы в жизни. Və mən əminəm ki, Rəbb bəzi Не həyatda просто так, krizislər мы поговорим об этом. Və biz bu barədə danışacağıq. Но важно, как мы реагируем на кризисы. Və vacibdir ki, biz krizə necə reaksiya veririk. Я всегда вспоминаю почему-то именно этот кризис, когда у нас появилась дочка, и через 1,5 года она заболела, мы не понимали, чем она заболела. Bizim ailəmizdə belə bir şey baş vermişdi. Mənim qızım il yarımdan sonra doğulandan bəlkə xəstələnmişdi və biz başa düşə bilmirik nə baş verir. И мы с женой не могли друг друга понять. Və biz yoldaşımla bir-birimizi anlaya bilmirdik. Я боялся, Mən qorxurdum. потому что вроде доктор сказал, вроде сделал, а становилось хуже. Və əslində həkimə apardı, həkim nələrsə elədi, amma daha da betər olmağa başladı. Я не ждал, когда Господь скажет, потому что нужно действовать. Mən bilmirdim ki, Rəbb nə demək istəyir və fikirləşdim ki, nəsə eləmək lazımdır. И мы в этом плане с женой поссорились, потому что мы не поняли друг друга. Я предлагал одно, она предлагала другое. Və biz yoldaşımla başladım mübahisə etməyə. Çünki o bir şey təklif edirdi, bu birisi bir şey təklif edirdi. Потому что нужно было решать быстро. Çünki cəld operativ qərarlar vermək И lazımdır. это было не самое лучшее решение. Və bu ən yaxşı qərar deyil. Моя реакция на кризис была неправильная. Mənim krizsə, böhrana qarşı reaksiyam düz deyil. Потому что я видел это только с человеческой перспективы. Мне не хватило терпения обратиться к Və Господу. mən bu şeyi insani yollarla həll etməyə çalışdım. Çünki həmin vaxt heç Allaha müraciət etmirdim bunun üçün. Как мы реагируем на кризис? Mən necə reaksiya verirəm krizlərə?
Давайте вспомним Петра, апостола Петра. Gəlin Petri xatırlayaq. Апостол Петр был первый, кого Бог взял, да, все ученики, один из первых. Həvarit Petr ilk şagirdlərdən biri idi. И мы читаем, Сам. мы видим, что толпы народа присоединяются к Иисусу, и Петр что я один из первых был. Və biz görürük ki, Petr gözünün qabağında yüzlərlə, minlərlə şagirdləri qoşulub və Petr deyir, mən İdul zənim, da. və deyir ki, mən birincilərdən biri idim. И в 6 главе книги Иоанна мы видим, Və Yəhya 6-cı fəsildə görürük ki, что Иисус говорит такие слова, что просто эта толпа уходит. və görürük ki, bu kütlə gedirlər. Только что мы видели ажиотаж. Və biz belə deyək, ajetaj görmüşdük. Петр был один из первых, он так смотрит. И это кризис для него. Və bu Petr üçün bir kriz idi ki, şagirdi hamısı sana tərk edir. Иисус спрашивает его, и вы хотите покинуть меня? Və İsa soruşur Petr şagirdlərinə, bəyəm, siz də məni tərk etmək istəyirsiniz? Вот они ушли, и вам не пора, что я сказал. Və şagirdlər çıxıb gedəndən sonra İsa deyir, onlara dedim xoşuna gəlmədi. Sizin də xoşunuza gəlmirsə, gedə bilərsiniz. Но что говорит Петр? Və Petr nə cavab verir? Это куда нам, Господи, идти? Kimin yanına gedək? Глаголы жизни. Səndə həyat mənbəyi var, yarım. Kimin yanına gedək? Это была правильная реакция Петра. Bu Petr'ın düzgün reaksiyası idi. Ну, давайте посмотрим другую реакцию. Gəl, у нас в жизни бывает. gəlin başqa reaksiyalara baxaq. Həyatımıza böhran olanda. Так, сейчас я... Мгм. Помним, да, когда последний где-то ужин вместе с... Və pasiyen ucu Yesusa? Да. Yadımızda İsa Məsih'in sonuncu şam yeməyi. Мгм. И там, где Петр исповедует, что ты сын Бога живого. Orada Petr İsa'ya deyir ki, sən Allahın oğlu Məsihsən. Он говорит, тебе Бог это открыл. Və İsa Məsih Petr demişdi ki, bunu sənə Rəbb açıb. Классно. Əla. Один из первых, кто увидел это. İlk şəxslərdən idi ki, bu həqiqəti görmüş. Гордость. Bu fəxr olmalı bir şeydir. И в этот момент уже накрыли, он подходит и говорит, Иисус говорит, мне нужно покинуть связь. Он говорит, Господи, куда тебе? У тебя тут дела. Ну, я так грубо говоря, да куда тебе идти? Не надо. Və biz görürük ki, burada Petr İsa deyir şagirdlər ki, mən artıq ölüm vaxtım gəlib, artıq mən gedirəm. Və həmin vaxtı Petr gəlir İsa deyir ki, ya Rəbb, bu səninlə baş verə bilməz, sən hələ görüləsi işlərin çoxdur. Hara gedirsən sən? А потом говорит, я за тебя пойду. Və sonra deyir ki, mən sənə görə gedərəm. Как говорит, если ты в ад, то и я туда, грубо говоря, да? Hə, və Petr sonra İsa'ya deyir ki, ya Rəbb, sən cəhənnəmə getsən belə çobu şəkildə deyir də, sənin başına gəlsə belə, mən səninləyəm, ya Rəbb. Что ему говорит Иисус? Və sonra İsa ona nə deyir? Во-первых, он говорит, отойди от меня, сатана. Birinci dəfə ona deyir ki, məndən uzaqlaş Он şeytan. говорит, 3 раза ты меня предашь. Və sonra da ikinci dəfə mən sonra deyir ki, sən mən 3 dəfə inkar edəcəksən. Это был кризис для Петра. Və bu Petr üçün krizis idi. И когда он видел, как исцелили того, как Иисус исцелил, когда ухо обрубил, Və o Petr gələndə ki, qulağı kəsilmiş Malikin qulağını yerinə qoyur. он испугался и убежал. Və Petr qoyub qaçdı И qorxudan. 3 раза после этого предал. Və sonra 3 dəfə İsa'nı inkar Это etdi. была неправильная реакция. Bu səhv reaksiya idi. Иногда, когда Господь нас благословляет, вдруг у нас появляются крылья, не которые должны быть от Господа, а у нас приходит какая-то уверенность. Мы стремимся к комфорту и уверенности. Biz hər zaman komforta və əminliyə doğru hərəkət edirik. Biz buna can atırıq. Hər şey yaxşı olanda. Знаете, я тоже такой. Mən də beləyəm. Чуть-чуть что-то хорошо, я расслабляюсь. Hər şey yaxşı olanda mən biraz özümü belə boş saxlayıram, dincəyə, relaksa Не keçirəm. только я. Yəni, təkcə o deyil, mən də eləyəm, hamımız eləyik. Есть, начинаю совершать ошибки. Və bu rahatlıq dövründə səhvlər etməyə başlayırıq. Но Господь все равно продолжает ободрять и поднимать нас. Və Rəbb yenə də ruhlandırıb qaldırmağa davam И в edir. жизни Якова на данный момент происходит самый большой кризис. Və Yaqubun həyatında həmin dövr üçün ən böyük krizis baş verir. Пойдемте дальше. Gəlin davam edək. Второй пункт. Покаяние. İkinci Yaqubda nə baş verir? Tövbə. 7:12. 7:12-dən oxuyaq. Читайте, пожалуйста. Если вы не видите, мы отойдем. Я буду на русском. Иаков очень испугался и смутился. Я вот это прочитал, да? И сказал Иаков, Боже отца моего Авраама и Боже отца моего Исаака, Господи, сказавший мне, возвратись в землю 12-dən твою, 12. на родину твою, и я буду благотворить тебе. Недостоин я всех милостей и всех благодеяний, которые ты сотворил рабу твоему. Ибо я с посохом моим перешел этот Иордан, а теперь у меня 2 стана. Может быть, 10-12. 7-dən
Вот, правильно молитва. Он на онче. Qul Azərbaycan tərcümə şey eləyir də, itir. Bir dənə arxaya qayıt. Ayı yerlər fərq. Hə. Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları qoyun keçini, mal-qaran və dəvələri iki dəstəyə ayırıb dedi. Əgər Əsav bir dəstə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin. Sonra Yaqub dedi: "Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, sən mənə demişdin, öz ölkənin və qohumların yanına qayıt. Mən sənin yaxşılıq edəcəyim." Aha. Quluna göstərdiyim bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm. Bu yardan çayını təkcə dəyənəyimlə keçdim. İndi isə iki dəstə köçüm var. Yalvarıram, məni qardaşım Əsavın əlindən qurtar. Çünki onun gəlib məni uşaqlarımla öldürməsindən qorxuram. Sən dedin, hökmən sənə yaxşılıq edəcəyim. Nəslini saysız hesabsız dəniz qumu qədər çoxaldacağam. Яков понимает, что он больше не контролирует ситуацию. Yaqub başa düşür ki, o daha situasiyanı kontrol edə bilmir. Знаете, это хорошо. Biz bu yaxşı bir şeydir əslində. Знаете, сейчас меня спрашивают, каково это на лыжах кататься. Bəzən mənə sual verirlər ki, bu xizək sürmək necə bir şeydir? И недавно я когда катался на лыжах, я упал с одного места, и я просто с горы, упал, да? Deyim, mən xizək sürəndə dağdan yıxıldım yerə, Aha. Heç bir şey И olmadı. самое интересное, я лечу вниз, лежу, еду вниz. Və mən dağdan sürüşürəm aşağı, uzanıb sürüşüb gedirəm. И я думаю, а я nичего не могу сделать, когда я остановлюсь? Və mən fikirləşirəm ki, mən heç şey kontrol На самом деле такое неприятное чувство, да? Və bu biraz təhlükəli Обычно hissdir. ты все контролируешь, руки, ноги, хотел Adətən поднял, хотел sürəşəndə поднял. həmişə insan kontrol edə bilir hər şeydə, amma burada kontrolda deyil heç nə. И я, конечно, испугался, думаю, мало ли куда я сейчас там врезаюсь, да куда я там лечу. Və Я не видел, как я там спускался вниз. Və mən baxıram ki, mən heç şey kontrol edirəm, mən sadəcə sürüşüb gedirəm. Və onlar görürdü onu. Я испугался, думаю, дай как-нибудь развернусь, хоть посмотрю, куда я там хочу. Və burada dedim, heç olmasa dönüm baxım görüm, hara gedirəm ümumiyyətlə mən. Кое-как перевернулся, один сальто назад дал, потому что не надо было так делать. Bir heç olmasa güc tapıb arxaya salto atdım. Ага. В общем, но в этот момент я реально задумался, как сложно понимать, когда оказывается все не в твоих руках. Və mən başa düşdüm ki, necə çətindir başa düşəndə ki, hər şey sənin əlindədir. Оказывается, это так непривычно. Və bu Не знаю, почувствовали. Я почувствовал, что такое испытать почти невозможно. Мы такое не испытываем. mən beləncə qənaətə gəldim ki, hər şey kontrol edəməm, itirmək bu çox çətin bir hissdir, bu çox çətin bir vəziyyətdir. И Яков принимает верное решение. Və Yaqub düzgün bir qərar verir Он начинает молиться. və o dua eləməyə başlayır. Обратите внимание, как он молится. Fikir verin, o necə dua edir. Он говорит, Боже, отца моего Авраама и Боже, отца моего Исаака. O deyir, atam İbrahimin, atam İshaqın Allahı Rəbb. И Яков еще не принял, что это его Бог тоже. Yaqub hələ qəbul etmir ki, bu onun öz Allahıdır. Он говорит, ты Бог моего отца и его отца. O deyir ki, sən mənim atamın və atamın atasının Allahısan. Это очень важно, друзья, что Бог был нашим Богом. Bu çox vacibdir ki, Allah bizim Allahımız И olsun. на что ссылается он говорит, ты Бог моих отцов, сказавшего мне. Sən mənim atamın Allahısan ki, hansı ki mənə demirsən. Как говорит друг моего отца. O deyir ki, mənim atamın dostu belə У нас anlaşır. такое есть Belə bir anlaşır, выражение, да? atamın dostu. Ты мне, то есть у него нет будто бы взаимоотношений. Он говорит, что ты Бог моих отцов, который мне сказал, выйди из земли. Və sən, o deyir ki, sən mənim atamın Allahısan, hansı ki mənə demirsən, çıx bu torpaqdan. И он говорит, что Яков ссылается на завет, который обещал Бог его отцам. Yaqub atasına olan vədə isnad edərək danışır. Он приносит ему благодарность. Və orada minnətdarlıq bildirir. Ага, сейчас, otur. Ага. Он ему приносит благодарность, потому что он говорит, все, что я имею, ты мне дал. Və o minnətdar oldu ki, yəni mənim nəyim varsa bunların hamısı sən mənə Он verirsən. говорит, когда я уходил, у меня был один посох, O deyir, mən gedəndə bir dənə əsa ilə getmişdim. а теперь у меня целое стадо. İndi isə mənim sürülərim var. Иаков здесь признает то, что у него есть кризис, и он больше не контролирует ситуацию. Və Yaqub etiraf edir ki, bu krizis var, bu böhran var, mən vəziyyəti kontrol Он edəməm. понимает, что он все потеряет. Və o başa düşür ki, hər şeyi itirə bilər. Иногда в жизни нам нужно потерять, чтобы что-то приобрести. Bəzən biz həyatda nələrsə itirməliyik ki, nələrsə qazanaq.
И Господь желает, чтобы мы потеряли, потому что покаяние приходит, когда мы осознаем свою нужду. Və tövbə o vaxt yaranır ki, biz nə zaman ehtiyacı hiss edirik. Но покаяние просто не состоит из того, что да, ты мне нужен и достаточно. Tövbə buna ibarət deyil ki, sən mənə lazımsan və bu bəsdir bu. Покаяние состоит из того, что не просто ты мне нужен, я готов извиниться, оставить все, что я делаю, и довериться тому, что ты хочешь сделать. Ya tövbə odur ki, dayanırsan, deyirsən ki, yəni mən elədiyim hər şeyi tamamlayıram, bitirirəm, etməyəcəm dahi və həyatımı sənin əllərinə verirəm. Это покаяние. Və bu tövbədir. И Иаков приходит, он говорит, я ссылаюсь на твой завет. Yaqub gəldi ki, mən sənin əhdinə isnad edirəm, əhdinə sığınıram. Он говорит, избавь меня от руки моего брата. O deyir ki, məni qardaşımın əlindən qurtar. Он и говорит, ибо я боюсь, что он, придя, не убил бы меня. Mən qorxuram ki, o gəlib məni öldürəcək. Детей, матерей. Mənim övladlarımı, yoldaşlarımı öldürəcək. Вот я буду благотворить тебе и сделаю потомство твое, как песок морской, который не исчислить от множества. Sən isə vəd vermişsin ki, sən mənim nəslimi dəniz qumu qədər artıracaqsan. Он принимает свою несостоятельность. O etiraf edir ki, o hazır deyil, o Он принимает gücsüzdür. господство Божье. O Allahın qüdrətini, Allahın gücünü И у ağalığı Иакова qəbul edir. жизнь была такая, когда он сам принимал решения и всех этих благословений хотел достичь сам. Vaxt var idi, Yaqub istəyirdi bütün o qazandıqlarını öz gücünə qazanmış olsun. Yəni yalanla dolan özü əldə etmiş olsun. И он принимает, что только Господь может его избавить от этого. Və indi isə başa düşür ki, ancaq Rəbb ona xeyir dua verə bilər. Когда мы тоже приходим ко Христу, Христос призывает нас, говорит, придите ко мне. Və biz Rəbbin yanına gələndə Rəbb deyir, gəlin yanıma. Говорит, я есть путь, истина и жизнь. O deyir, mən yol, həqiqət və həyat. Никто не придет к Отцу, как только через меня. Mənim vasitəm olmadan atanın yanına heç kəs gedə bilməz. И когда мы приходим, многие неправильно приходят, к сожалению, и не до конца понимают. Bəzən bir çoxları gəlir, amma düzgün gəlmir, səhv motivlərlə Они gəlir. не осознают нужду в нем. Onlar əslində Məsihdə А ehtiyaclarını может быть, görmürlər. осознают, но не принимают, куда Господь хочет повести его, воля его не. Bəzən də ki, anlayırlar, amma iradələri çatmır ki, Rəbbə etibar edib onun ardınca getsinlər. Pусть нам пример будет Иисус, который сказано, да, смерти крестной был послушен и делал то, что Господь желал. Qoy Məsih bizim üçün nümunə olsun, necə ki, o deyir ki, o ölümə qədər, çarmıqdakı ölümə qədər itaət göstərdi. И мы читаем дальше. Və biz oxuyub davam edirik. Так как вроде он помолился, но все равно думает, как дальше действовать. Və o düşünür, dua edir və növbəti addımlar baş verir. И что он делает? Nə baş verir növbəti? 13-15. 13-15. И ночевал там Иаков в ту ночь, и взял из того, что у него было подарок Исаву, брату своему, 200 коз, 20 козлов, 200 овец, 20 овнов, 30 верблюдиц, дойных жеребятами, 40 коров, 10 волов, 20 ослиц, 10 ослов. И дал в руки рабам своим каждое стадо особо, и сказал рабам своим, пойдите предо мною, и оставляйте расстояние от стада до стада, и приказал первому, сказав, когда брат мой Исав встретится тебе, и спросит тебя, говоря, чей ты, куда идешь, и чье это стадо пред тобой, то скажи, раба твоего Иакова, это подарок, посланный господину моему Исаву, вот он сам идет за нами. Тоже приказал и второму, и третьему, и всем, которые шли за стадами, говорят, так скажите Исаву, когда встретите его. Скажите, вот и раб твой Иаков за нами, ибо он сказал сам себе, умилостивлю его. Видите, да, он все еще чувствует, что хочет умилостивить. Борьба продолжается у Иакова. Aha. Потому что, Axıya qayıda bilərsən tezə. 13-də 15-ə. Yaqub o gecəni orada keçirdi. Özündə olan hər şeydən qardaşa Esava hədiyyə olaraq 200 keçi, 20 təkə, 200 qoyun, 20 qoç balaları ilə birgə 30 sağmal dəvə, 40 inək, 10 buğa, 20 dişi və 10 erkək eşək götürdü. Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi, mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın. Yaqub birinci qula əmr edib dedi, qardaşım Əsaf sənə rast gəlib, kimin adamısın, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir deyə soruşanda ona söylə, bunlar qulun Yaqubundur. Bu da ağam Əsava göndərmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir. он выбрал 550 O 550 разного рогатого скота. hər cür boynuzlu, boynuzsuz heyvanlar seçdi. 550 это немало. 550 bu az rəqəm deyil heyvanlar. И начинает посылать их.
Və onları göndərməyə görə Чтобы милостивить его. ki, onu rəhmə gətirsin, qardaşını ona qarşı. И чтобы они по одному... Мне всегда вспоминается эта картина. Извините, кот собака, чье это? Он говорит, маркиза Карабаса, маркиза. Это из той серии, да, вот похоже на это. Чье это? Нашего господина Исава. Вот он тебе раб твой. Onun vaxtına bir multfilm var idi. Orada belə bir səhnə var idi ki, soruşurlar, bu kimindir bu Markiz Karabasın? И сейчас тоже на это похоже. Və burada da həmin səhnə kimi canlanır. Ага. И потом, если мы дальше сейчас не будем читать, если мы дальше смотрим, он берет детей, семью и рабов, переводит, там был небольшой поток такой, через эту сторону их переводит. Və orada çayın o tərəfinə keçirdir o bütün ailəsinin yarısını. А потом сам почему-то возвращается обратно. Amma sonra yenidən çayı geri qayıdır. И вот тут происходит кульминация. Və orada kulminasiya başlayır. Один из таких отрывков, который, наверное, я больше не встречал в Библии. Və bu yeganə mətndəki bənzəri yoxdur kəlamda. Будьте внимательны. Diqqətli Я olun da. назвал его «Разговор с Богом». Və mən onu Rəblə söhbət Кто-то adlandırmışam. называет это «Борьба Иакова с Богом». Kimlərsə bunu Allahla Yaqubun savaşı adlandırır. Но если мы внимательно посмотрим, на самом деле это Бог боролся с Иаковом. Amma əslində baxanda biz burada görürük ki, Rəb Yaqubla güləşirdi. Rəb oyuna savaşırdı. 22 стиха. 22-ci ayədən, Нет, не с 22, я уже сказал. А. Из 24. 24-cü ayədən. И вот Иаков остался один. И некто боролся с ним до самой зари. Увидев, что не может пересилить, он коснулся сустава бедра Иакова, так что бедро было вывихнуто, когда он боролся с ним. И он сказал, отпусти меня, потому что восходит заря. Но Иаков ответил, не отпущу, пока не благословишь меня. Он спросил, как твое имя? Иаков, ответил он. Тогда он сказал, отныне твое имя будет не Иаков, а Израиль, потому что ты боролся с Богом и людьми, ты боролся с Богом и людьми и победил. Иаков сказал, прошу тебя, скажи мне твое имя. Но он ответил, зачем ты спрашиваешь мое имя? И он благословил его. И Иаков назвал то место Пениел, сказав, это потому, что я видел Бога лицом к лицу и остался жив. Солнце встало над ним, когда он проходил Пениел, хромая из-за своего бедра. Вот почему до сегодняшнего дня израильтяне, но это не важно. Arxaya qayıda bilərsən 24-də. Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir şəxs onunla güləşdi. Aha. Yaqub üstün gələ bilmədiyini görüb, onun budunun oynağına zərbə vurdu. O şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. O şəxs dedi, burax gedim, çünki səhər açılır. Yaqub dedi, mənə xeyir dua verməsən səni buraxmaram. O şəxs soruşdu, adın nədir? O dedi, Yaqub. Aha. O şəxs dedi, artıq sənə Yaqub deyil, İsrail deyiləcək. Çünki sən Allahla və insanlarla güləşib üstün gəlmirsən. Yaqub soruşdu, xahiş edirəm, adını söylə. O dedi, adımı niyə soruşursan? O şəxs orada Yaquba xeyir dua verdi. Yaqub o yerin adını Paniel qoydu. Çünki demişdi, Allahı üz-üzə gördüm və salamat qaldım. Некто боролся с Иаковом. Kimsə Allahla, Yaqubla güləşdi. Мы не знаем, был это ангел. Biz dəqiq bilmirik, bu Или mələk idi. любят некоторые богословы говорят, что это может быть был сам Христос, но неважно. Bəziləri deyir ki, bu Məsihin Мы özü знаем, idi. что это Господь действовал. Və biz bilirik ki, burada Allah fəaliyyət göstərir. Недавно я услышал, что в каких-то местах сказано, что он во сне видел. Я думаю, это неправда. Тут он остался один на один, и некто боролся с Иаковом. Bəziləri deyir ki, bu mətn üçün əslində bu yuxuda baş vermişdi, amma yox. Biz kəlamdan görürük ki, bu canlı, yəni qaldı çayın tərəfinə və o şəxslə güləşdi. Сказано, боролись долго. Və orada yazılıb ki, səhərə qədər güləşdilər. Я всегда, когда маленький был, читал место, честно говорю, я думаю, что не так? Və mən uşaq vaxtı bu mətni oxuyanda fikirləşdim, nə səhv gedirmiş Мы burada. знаем, что в книге Царств один ангел, когда окружили город, один ангел просто одного вида 1000 прогнал. И могут так делать, то есть у Бога невероятная сила. Və biz kəlamdan görürük ki, əslində bir mələk Allah sözüdür ki, minlərlə, 10 minlərlə adamı qova bilər. Наверное, Яков такой сильный. Ya bəlkə Yaqub belə güclüdür ki, Allah həm varlığından güləşir. Нет. Yox. Эта битва была отражением жизни Якова. Bu döyüş Yaqubun həyatının belə əksidir bu belə
təcəssümü idi və yaxud da ki, təsviri idi, Güzgüsü idi. güzgüsü idi, təsviri idi. Потому что Яков всегда боролся против курса Божьего. Çünki həmişə Yaqub Allahın istiqamətinə qarşı mübarizə aparırdı. Эта история больше похожа на то, что когда маленький сын с отцом дерется, и отец, у него много сил. Bu nəyə bənzəyir? Balaca uşaq atası ilə döyüşür, güləşir. Atanın gücü çox əslində. Да-да, отец просто поддается. Ata isə sadəcə olaraq belə də izin verir ki, Тут мы не говорим отца поддается, я просто скажу, что вы правильно понимаете, что у Бога тут хватает сил. mən sizə başa düşürəm ki, Allahın yetərincə gücü var döyüşməyə. Но Бог показывает что, кое-что Якову. Amma Allah nəsə Yaquba göstərir. И он касается его бедра, Və Allah Yaqubun baldırına, ayağına biraz toxunur и он теряет опору. və Yaqub bütün gücünü itirir. Он остался калекой на всю жизнь. Və yüngül toxunuşla bütün ömrünü şikəst qalır. Калекой на всю жизнь. Bütün ömrünə şikəst qalır. Господь lишил его опоры. Rəbb onu dayağından məhrum elədi. Потому что Яков всегда боролся против Божьего курса. Çünki Yaqub bütün həyatı boyu Rəbbin istiqamətinə qarşı mübarizə aparırdı. И как обычно, Яков любит, схватился за ногу. Və biz Yaqubu tanıyırıq, o bilir ki, o yapışdı Allahın Он за ayağına. брата пету схватился, когда выходил. O doğulanda belə qardaşının ayağından yapışmışdı xeyir duaçı Говорит, назови имя. və deyir, adını de. И просит его, благослови меня. Və sonra deyir, mənə xeyir dua ver. Потом он его благословляет. Və həmin şəxs ona xeyir dua verir. Но почему мы называем это разговор Бога? Niyə biz bunu Allahla ünsiyyət adlandırırıq? Потому что иногда Господь хочет, чтобы мы потеряли опору нашей жизни. Bəzən Rəbb istəyir ki, biz həyatımızın dayağını itirək. То, на что мы стоим и думаем, что это и есть сила, власть и успех. Bizim uğur dediyimiz, möhkəmlik, söykənəcəyimiz dediyimiz şeyi Allah istəyir ki, Allahlasın, И чем osunsun. быстрее мы поймем, что благословение, победа и успех в руках Господа, Biz nə qədər tez başa düşsək ki, qələbə, uğur, bərəkət Rəbbin əlindədir, чем меньше мы получим дамаг. Как это дамаг? Повреждений. biz o qədər nə qədər tez başa düşsək bu həqiqətlər, o qədər biz zədələrdən özümüzü qorumuş Меня olacaq. всегда удивлял Божий парадокс, что мы всегда стремимся быть сильными. Biz hər zaman güclü olmağa can atırıq. Но почему-то Бог всегда говорит, твоя слабость, моя сила в тебе. Amma Rəbb necə deyir? Rəbb yox, sənin zəifliyin mənim gücümdür. Вот это самое удивительное в Боге. Bu Allahda ən təəccüblü şeydir. Когда Павел умолял, просил, избавь меня от жал. Paul yalvaranda Rəbbə ki, məni bu nəşlərdən qurtar. Мы уже говорили, это могла быть болезнь, люди его преследуют, Bu неважно. xəstəlik ola bilən insanlar onu təqib edir və s. hər bir ən Он asıl şey. сказал, не лишу. Allah deyir, yox, mən səni azad eləməyəcəm. Говорит, твоей слабости я силен. Mən sənin zəifliyində güclüyüm. Библия говорит, немощных наших Бог силен. Allah deyir ki, bizim zəifliyimizdə o güclüdür. И вот в этот момент он взял, и Яков показал, коснулся его и лишил его опоры жизни. Və Rəbb Yaquba toxundu, onun bütün dayaqlarını dağıtdı. Чтобы он понял, что он слаб, ему нужен был. Və Rəbb bunu elədi ki, Yaqub başa düşsün ki, onun artıq söykənəcəyi heç bir şey yoxdur. Чтобы он научился зависеть от Бога. Tamlığında Allahdan asılı olmağı öyrənsin. Иногда Бог посылает в нашей жизни эти кризисы, Bəzən Rəbb bizim həyatımıza bu cürə böhranlar göndərir чтобы научить нас. ki, biz öyrənək. Иногда, да, у нас есть повреждения, Bəli, bizdə zədələr var. чтобы мы научились зависеть от Него, Bəli, biz ondan asılılığa чтобы мы öyrənməliyik. научились смотреть на Него. Biz ona baxmağı öyrənək. И что же произошло с Яковом? Nə baş verir sonra Yaqubla? Он дал ему новое имя. Rəbb Yaquba yeni bir ad verdi. Многие называют сейчас, часто называют детей Яковом. Bir çoxlar övladlarının Yaqub adlandırırlar. Но, чтобы вы знали, Яков вообще это хитрый, обманщик. Вот это это означает. Əgər övladlarınıza Yaqub adı versiniz, yazıca salın ki, bu hiləgər deməkdir. А Есели и Равиль, посмотрим, потому что, кажется, они так хотели назвать. Ну, в общем, Axdı. ну вот. Но он ему говорит, ты теперь не Яков. Və bundan etibarən Allah Yaquba deyir ki, sən daha Yaqub deyilsən. Он говорит, потому что ты боролся. Çünki sən mübarizə apardın. Теперь у тебя новое имя. İndi sənə artıq yeni adın Ты var. Израиль. Людей Sən побеждать. İsrailsən. Новое имя, новый человек. Yeni adsan, yeni həyatdır. Давайте посмотрим, что стало дальше. Və sonra baxın nə baş verir. Можно было бы легко обидеться калекой, но давайте посмотрим, что стало. 33 глава. 33-cü fəsil. Orada görə nə baş verir. Друзья, наступил момент.
Dostlar, məqam baş verdi. Извините, Vaxt я gəldi çatdı. улыбаюсь, я не уверен, что там так чувствовали себя. Mən gülürəm, amma Yaqub yəqin ki, özünü belə hiss eləmir. И Яков посмотрел и увидел, что идет Исав, и Яков с ним бахты- 400 человек, я читаю. Çitək. 30. фесель. 33-dən oxuyuruq. Ага, он разделил детей между Лией и Рахиль и двумя служанами, поставил служанок и их детей впереди, Лию и детей за ними, а Рахиль с Иосифом позади всех. Сам же он пошел вперед и, приближаясь к брату, поклонился до земли 7 раз. Но Исав побежал к Якову навстречу, обнял его, бросился ему на шею и расцеловал его, и они заплакали. Növbəti. Исав посмотрел, увидел женщин и детей и спросил, кто это с тобой? Иаков ответил, это дети, которые Бог милостью дал твоему слуге. Подошли служанки со своими, поклонились, потом подошли и поклонились Лия, дети, после всех подошли Иосиф, Рахиль, тоже поклонились. Исав спросил Иакова, почему ты послал все эти стада мне навстречу? Я хотел найти расположение в твоих глазах, мой господин, ответил он. Исав сказал, у меня всего вдоволь, брат, оставь свое себе. Нет, я прошу тебя, сказал Иаков, если я нашел расположение в твоих глазах, то прими от меня этот дар. Для меня видеть твое лицо, это как увидеть лицо Бога. Ты ведь принял меня так милостиво. Пожалуйста, прими от меня эти дары, потому что Бог был милостив ко мне, и у меня есть все, что мне нужно. Иаков наставил, и Исав принял дары. Qayda bilərsənlər. Yaqub başını qaldırıb gördü ki, Esav 400 adamla birlikdə gəlir. O, Leyanı, Rəhiləni və 2 cariyəsini, uşaqlarını ayırdı. Cariyələrlə onların uşaqlarını qabağa, Leya ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda 7 dəfə yerə əyildi. Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və onun boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi, bunlar sənin nəyindir? Yaqub dedi, Allahın sənin quluna lütf etdiyi uşaqlardır. Əvvəllər cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər. Sonra Leya ilə uşaqları yaxınlaşıb təzim etdilər. Axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər. Esas soruşdu. Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin? Yaqub dedi, ağamın gözündə lütf tapmaq üçün. Esav dedi, mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun. Yaqub dedi, yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım. Mənə qarşı çox xeyirxah oldun. Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və mənim hər şeyim var. Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü. Встреча с Исавом. Esavla görüş. После встречи с Богом. Allahla görüşdən sonra. До этого что делал Яков? Buna qədər Yaqub nə edirdi? Посылал всех впереди себя, правильно? Hamısını öncədən göndərirdi. Но после встречи с Богом, Amma Allahla görüşdən sonra после изменения всего, что у него было, ondakı bütün o dəyişikliklər baş verəndən sonra Божьего вмешательства, Allahın qarışması ilə işə Исав не кого-то отправляет, а выходит первым. Yaqub heç kəsi göndərmir, birinci özü çıxır qabağa. Первым встречает своего брата Birinci özü çıxır qarşısına и поклоняется ему. və ona И 7 как dəfə называет əyilir. его? Və onu nə adlandırır? Господином называет. Mənim ağam adlandırır. Обратите внимание, Və fikir verin, после изменения сердца Иакова, Yaqubun ürəyinin dəyişilməsindən sonra Бог менял сердце Исава. Esavın da ürəyini dəyişir. Многие думают, что он уже простил. Bəzən fikirləşir ki, Esav artıq onu Мы вот с bağışlamışdır. Саидом переговаривались, многие думают, что он простил, года прошли. Biz fikirləşirik ki, ola bilər 20 il keçib də bağışlaya bilərdi onu. Но зачем 400 человек? Bəs onda niyə 400 nəfərlə gəlirdi əgər onu bağışlamışdısa? Кто это сделал?
Kim bunu Я elədi? хочу, чтобы вы поняли, это Бог изменил сердце Исава. Rəbb Esavın ürəyini dəyişdi. Мы иногда хотим подкупить, сделать дела, как он сделал. Он говорит, я послал, чтобы умилостивить тебя. Və biz bəzən çalışırıq öz gücümüzlə insanları məmnun edək ki, razı salaq ki, bizə ilə yaxşı olsunlar. Bог сделал невероятно. Amma Allah isə После mümkünsə того, olur. как изменилось сердце Иакова, Бог изменил сердце Исава. Rəbb Yaqubun ürəyini dəyişəndən sonra Esavın da ürəyini dəyişdi. Он называет его господином, он говорит, зачем мне все? У меня все вдоволь, брат мой. Və ya Esav necə cavab verdi ki, sənin verəcək heç nə lazım deyil mənim. Sən mənim qardaşımsan. Hər şeyim var mənim. Обнялись, Onlar поцеловались. qucaqlaşırlar, ağlaşırlar. Bог это сделал. Rəbb bunu elədi. У вас могут быть конфликты, у меня могут быть Bizim конфликты. hər birimizin düşmənləri, konfliktləri ola bilər. Но только мы можем молиться Богу, потому что Он может менять сердца. Amma biz dua etsək, Rəbb ürəkləri dəyişə bilər. Наши сердца может менять. Bizim ürəyimizi dəyişə bilər. Иаков обманул своего брата, Yaqub öz qardaşını aldadandan sonra чтобы получить наследство. ki, miras ona qalsın Или prевосходство над братом. və yaxud da ki, qardaşından Yaşlı- üstün olsun И deyə отца, чтобы получить вот это благословение. atanı aldadandan ki, onu bütün xeyir duaları özünə keçsin. Чтобы быть над братом, да? Ki, yenə də qardaşı А üzərində здесь hala versin. посмотрите, как меняется. Он тут говорит, он уже не говорит, я над тобой. Он говорит, ты мой господин, я твой Amma раб. Esavın, Yaqubun ürəyi dəyişəndən sonra bu fikirlərdən artıq onu qardaşım yox, ağam adlandırır. Он хотел богатства, а теперь он видит, что нет. Əvvəlcə o var dövlət istəyirsə deyir, yox, var dövlət istəmirəm. Он мне говорит, все вдоволь. И у него O deyir, вдоволь, mənim у него hər вдоволь. şeyim var, sənin də hər şeyin var, mənim də hər То, şeyim что var. он затеял, O arzuladığı o planları он hansı? понял, что это не нужно. O başa düşür ki, bunlar hamısı boş Потому pulsdur. что Бог сам уже все делал. Çünki Rəbb özü hər şeyi eləmişdir. Потому что Бог завет заключил со всеми. Çünki Rəbb onların ailəsindən, Yaqubun А мы ailəsindən хотим ət иногда bağlı. хитрыми путями. это Amma bəzən biz istəyik ki, əyri yollarla onu Я əldə edik. удивляюсь, как все это разрушенное Бог смог воссоединить. Fikir verin, bu dağılmış şey Rəbb necə də birləşdirdi. Да, были последствия. Bəli nəticələri Да, oldu. повреждения, он калека остался. Bəli zədəsi oldu ayağında. Но мы можем удивляться нашему Богу, как он все вот это все равно встраивает. Amma yenə də biz görürük ki, Allah necə bütün bu şeyləri yığır, Как birləşdirir. изменилось сердце Якова. Rəbb necə Yaqubun ürəyini dəyişir. И он говорит, прими мои подарки. Və Allah Yaqub deyir, mənim hədiyyələrimi qəbul Не et. чтобы заискивать перед ним, не чтобы... Yaltaqlıq üçün yox, şirinlik üçün Он yox. говорит, я увидел тебя, как увидел, будто бы Господа через тебя. Və o deyir ki, mən səni görəndə Allahı görmüş oldum. Потому что он увидел, что это Бог сделал. Çünki başa düşür ki, bütün bunları Rəbb elədi. Видите, как поменялась его парадигма. Fikir verin, onun necə paradigması, yanaşması dəyişdi. Я хочу, чтобы сегодня, когда мы ушли отсюда, Mən istəyirəm bu ilə buradan gedəndə чтобы мы ни капли не сомневались в нашем Боге. biz heç birimiz Rəbbə şübhə etməyək. Чтобы у нас были всегда сокрушенные сердца. Ki, hər zaman bizim onun önündə sınmış ruhumuz olsun. У нас будут страхи, Bizim qorxularımız у olacaq. нас будут поражения. Bizim yıxılmaqlarımız olacaq. Но когда будет приходить в нашей жизни кризисы, которые Бог посылает, Rəbb bizim həyatımıza böhranlar göndərəndə это Он делает для того, чтобы мы чему-то научились и научились зависеть от Него. və bu şeylər ona görə baş verəcək böhranlar ki, biz ondan asılı olmağı öyrənək. Друзья, зависите от Бога. Dostlar, Allahdan asılı olun В этом сила. və bunda güc var. Божья сила проявляет через наши слабости и зависимость от Него. Allahın gücü bizim zəifliyimizdə, ona asılılığımızda ancaq görünür. Amin. Давайте помолимся. Gəlin dua edək.